Choose the correct variant. Düzgün cevabı seçin. We decided to visit Italy this summer, so we went to the book our trip. Deyir ki, biz İtalya'ya səfər etməyə qərar aldıq bu yay. Belə ki, biz səyahətimizi sifariş etmək üçün hara gedərik? Təbii ki, travel agency, yəni ki, səyahət agentliyinə. Birinci boşluqda travel agency ifadəsi B, D və Y variantında qeyd olunmuşdur. Tour guide və return ticket ifadəsi isə doğru deyil. İkinci cümləmizdə the agent helped us to Rome and recommended a who would show us around the city. Yəni agentlik bizə köməklik göstərdi. Romaya tövsiyə olunan, yəni ki, bir tur bələdçisi ilə, yəni kim ki şəhərin ətrafını bizə göstərəcəkdir. Romaya bir bileti nəzərdə tutur burada. Daha sonra biz diqqət etsək, ikinci boşluqda demək organize tour deyə qeyd olunmuşdur. İkinci boşluğumuzdakı the agent helped us to organize a tour to Rome and recommended a tour guide who would show us around the city. Düzgün cavab kimi götürə bilərik ki, yəni ki, Romaya getmək üçün bizə tur təşkilatçılığına köməklik etdi və tur bələdçisi demək tövsiyə etdi ki, bizə şəhəri tanıtdıracaqdır. Digər variantlarda isə destination istiqamət deməkdir. Burada isə insanı təsvir edəcəyimiz üçün doğru deyil. Y variantında isə single ticket, söhbət bizdən gedir, cəmdir və burada tək bileti nəzərdə tutduğu üçün ikinci cümləmizdə single ticket yazmamız yanlış götürülür. Doğru cavabımız B variantıdır.